30 dərəcə Selsidə 300 ml suda 50 qram X maddəsi həll edilmişdir. Həllolma əmsalının temperaturdan asılı qrafikinə əsasən bu temperaturda məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə edilməlidir? Bu da məsələnin şərtindəki qrafikdir. Həllolma əmsalının temperaturdan asılı qrafiki. 30 dərəcə Selsidə KH 200 qram bölü litrdir. Bəli, qrafika baxanda biz bunu görürük. Və 200 qram bölü litrin mənası nədir? Yəni 1000 qram suda 200 qram duz həll olur deməkdir. Məsələnin şərtində 300 ml su verib. Elə bu 300 qram su deməkdir. Bilirsiniz də suda 1 ml elə 1 qrama bərabərdir. Sonra tənasüb qururuq. 1000 qram suda 200 qram həll olan varsa 300 qram suda A qədər. A-nı buradan tapırıq 60 qram. Amma məsələnin şərtində 50 qram verib. Deməli, daha 60 çıxılsın 50. 10 qrama ehtiyac var. Cavab deyili 10 qramdır. Bunu ikinci sulla necə həll edə bilərsiniz? KH-ın düsturu ilə. KH bərabərdir M duz bölünsün M su vurulsun 1000. KH 200 idi də. 200 bərabərdir. 50 qram orada duz verib. Neçə qram duza ehtiyac var? A qram. Üstünə gəlirik, bölürük. Suyun da miqdarı 300-dür, vurursunuz 1000-ə. Buradan hesablama aparırıq. Yenə A-nı 10 qram tapırıq.